ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Təbii ki, belə anlar çox olub. Çünki məşğul olduğumuz sahə çox spesifik bir sahədir. Torakal cərrahiyyə, döş qəfəsi cərrahiyyəsi ən ağır, ən çətin cərrahi bölümlərdən sayıldığı üçün konkret belə bir anı deyərdim ki, xatırlamıram desəm yanılaram, amma zaman olub ki, bir əməliyyatda 10 saat, 8 saat işləyib nəticə əldə elədinsə, xəstəyə bir sağlamlıq təmin elədinsə, o zaman həm o yorğunluqdan zövq alırıq və buna da xoş yorğunluq deyirik. Fiziki olaraq yorulursan, mənəvi olaraq dincəlirsən, rahatlayırsan və bu hallar təkrar olur və düşünürəm ki, bizim təcrübədə də bu hallara çox da takılmırıq, diqqət eləmirik.